Yayda etdiyim son dəfə lazerə gəlirəm. Lazerə gəlmişkən dedim kakraz makiyajsızam. Üzümdə sadəcə nəmləndirici var. Onu da ki evdən çıxanda vurmuşam. Mənim dərimin hal-hazırda vəziyyətini görürsünüz. Yəni üzümdə heç nə yoxdur da. Heç nə yoxdur. Yəni nə tonalini, nə konsiler, heç nə. Sadəcə nəmləndirici vurmuşam. O da ki adi bildiyiniz nəmləndiricidir. Mənim əvvəlki dərimin vəziyyəti bu haldaydı. Yenə də daha yaxşı olmağını istədim. Çünki bu hissələrdə məndə poralar var. Buralarda komedonlar biraz yaranmış. Dərim əvvəlki vəziyyətindən qat-qat yaxşıdır və daha yaxşı olması üçün də çalışıram. Soruşmayın, nə istifadə edirəm, nə sürtürəm, nə ilə yuram, axşam gecə rutini necə olur, səhər rutini necə olur. Çünki hər kəsdə fərqlidir. Dəri üzünə nə uyğundursa onu da seçilir və deyilir. Məncə siz bir dəfə də olsa vaxtınız olsun, mütləq gedin. Bu aparatda üzünüzü yoxlatdırın. Sizin dərinizə nə düşür, nə lazımdır, nəyə ehtiyacı var dərinizin, nəyə acdır. Məsələn, mənim dərimin baxanda qurud, nəmliyə çox da ac deyilmiş. Mən düşünürdüm ki, dərim qurudsa 100% ki, nəmliyə ac olmalıdır. Yox, mən suyu o qədər normasında, hətta artıq içirəm ki, mənim dərim su balansı, elastikliyi çox yaxşıdır. Yəni gözlədiyimdən də qat-qat yaxşı. Üzünüz üçün, dəriniz üçün nə daxildən, nə də ki, aparatla yoxlatdırmamış qətiyyən heç nə istifadə. Lütfü gedin, dərinizi yoxlatdırın, baxın nəyə ehtiyacı varsa ona da uyğun sizə səhər və gecə rutinləri mütləq yazılmalı.